Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sabiq sədri deputat Səttar Möhbalıyevin oğlu İsfəndiyar Möhbaliyev Dubaya köçüb. O, Dubayda Palm Jumeirah adasının yaxınlığında inşa edilmiş Dubai Marina elit yaşayış kompleksində hər biri 80,49 kvadrat metr yaşayış sahəsi olan 2 mənzil alıb. Bunlar 1101 və 1401 nömrəli lüks mənzillərdir. TNS TV xəbər verir ki, bu barədə araşdırmacı jurnalist Cavanşir Həsənli paylaşım edib. Marina kompleksdə bu cür mənzillərin real dəyəri 320.000-520 min dollar civarındadır. Məlumatlara görə bu İsfəndiyar Möhbalıyevin Dubaydakı əmlakının hamısı deyil. Onun adı Marina Jumeirah Living yaşayış kompleksində mülkiyyətə sahib olan şəxslərin də siyahısındadır. Bu kompleksdə 2 otaqlı mənzillərin qiyməti təxminən 815 min 1,2 milyon dollardır. 3 otaqlı mənzillərin qiyməti 2 milyon dollara qədər dəyişir. İsfəndiyar Möhbaliyev vaxtilə Qaradağ rayon polis idarəsinin rəisi olub. 3 il əvvəl strateji obyektlərin mühafizəsi dövlət agentliyinə rəis müavini vəzifəsinə təyin edilmişdi. O, prezident administrasiyasının sabiq şöbə müdürü Əli Həsənovun kürəkəni idi. İddialara görə ötən il boşanıb. Əli Həsənovun qızı hazırda Dubayda yaşayır. Qızıl zinət və bahalı brend saatların, aksesuarların satışı ilə məşğuldur.